Deyirlər ki, gecə dualar qəbul olur, imzalanır. Deyirlər saxlayın, bu 10 gündə özünü necə aparacaq, axır 7 gündə. Onun duaların səthinin yuxarı çıxmasında təsiri var. Ramazan ayı 3-10 gün deyil, Ramazan ayının ən fəzilətli 10 gün indidir. 3-10 gündən ən üstün indidir. Axırıncı 10 günüdür, axırıncı günlərdir. Məsələn, hər gün bizim burada məclisimiz olur da, gün ortalar, gələnlər var. Mən fikir vermişəm, əvvəldə çox gəlirlər, Qədir gecəsinə qədər. Məsələn, sabahdan, indi adətən belə olub, indi bilmirəm. Adətən həmişə belə olub ki, görsən, yavaş-yavaş azalmağa başlayır. Bir də bayramın iynə gəlir cəmaat ki, görək, haçandır. Gəlirlər, o görürəm, bəzi adamlar ildə meçid qapısı tanımır. Gəlir, görsən, oturur qulaq asır, görüm, sabah yemək olar, olmaz, bayram deyə, yox. Öyle. Amma axır 10 gündə adamların sayı azalmağa başlayır.